Can kardeşe Peygamberimiz sallallahu aleyhi ve sellemin evlayanlar için ettiği bu duanı etmek istedim. Barakallahu leke ve baraka aleyke ve cema'a beynekuma fil hayr. Allah bereketli etsin, Allah mübarek etsin ve her ikimizi hayır zârda etsin. Allah Subhanahu Teala kitabında buyurur ki, müminler bir binanın daşları kimdir. Bir-birlerini bərkilərlər, bir-birlərini saxlayarlar, bir-birlərinə dayaq olarlar. Biz de o cümlədən qardaşımıza dayaq olmağa çalışırıq. Bir-birimizi dar günündə, yaxşı günündə, xoş günündə yada salmağa çalışırıq. Allah Subhanahu Teala o kardeşimiz sahip gelen diğer kardeşlerimizden razı olsun. Allah Subhanahu Teala bizleri kardeş etsin ve kitabında buyurur ki Zura suresinde İnnevel mu'minune ihve. Müminler ancak kardeşler. Yani bu kardeşlik bazen bir anadan bir atadan olma kardeşlikten ileri gelir. Bazen olur ki bir ailede bir neçə kardeş olur. Ama qəlbləri birbirine yakın olmur. Çünkü bazısı Allah Subhanahu Taala'nın yolunda olur, bazısı olmur, bazısı başka yollarda olur. Ona göre de bir yere yığışa bilmirlər. Qəlbləri yakın olmadığı için bir-birlerine dayak ola bilmirlər. Bir yerde olsalar belə çox az çəkir bu. Bir-birlerinden rahatsız olurlar, ayrılıp gitmeye çalışırlar. Ama biz de elhamdülillah Allah Subhanahu Taala'nın nimeti sayesinde kardeş olmuşuq ve birbirimizden sıkılmırıq elhamdülillah. Birbirimizden görəndə, birbirimizden oturanda bu yaxınlıqdan sıkılmırıq, bu yaxınlıqdan əslində zövq alırıq. Birbirimize ahireti hatırladırıq, birbirimize imtihanı hatırladırıq. Ki Allah Resulü sallallahu da buyurur ki mümin müminin güzgüsüdür. Yani mümin kardeşinde özünü görer. Ve əsl müminler o şəxslərdir ki onları gördüğün zaman Allah Subhanahu Taala yada düşür, ahiret yada düşür. Ona göre de biz de çalışırıq. Allah'ın izniyle, Allah Subhanahu Taala'nın yardımıyla birbirimizin güzgüsü olaq, birbirimize bilmədiklərimizi hatırladaq. Allah Subhanahu Taala El-İmran suresi 104. ayda buyurur ki içinizden xeyri əmr edən ve şərdən çəkindirən bir topluluk olsun, bir grup olsun ki onlar birbirlerine hakkı tövsiye eləsinlər ve batildən çəkindirsinlər. Ve biz bu ümmət içində, bu cemaat içində yaşadığımız yerde bu görevi üstlenmişik. Biz diğer insanlara, hem yakınlarımıza, qohumlarımıza, hem yaşadığımız cəmiyyətin diğer üzvlərine karşı bu vəzifəni daşıyırıq. Ona göre bizim vəzifəmiz böyükdür kardeşler. İster olduğumuz ailelerde, ister olduğumuz iş yerlerinde, ister olduğumuz bazarlarda, harda olursa olup biz Allah Subhanahu Taala'nın dinini temsil edirik. Biz Allah Resulü'nün orada xəlifələri. Ona göre gerekli ki biz hamıdan çok öz davranışlarımıza, danışıqlarımıza, işlətdiyimiz sözlərə fikir verək. Çünkü insanlar bize bakarak İslam'ın ne olduğunu, necə olduğunu, necə olması gerektiğini başa düşürlər. Eğer biz nəfsimizə uysaq, diğer insanlar kimi, Allah Subhanahu Taala'nın yolunda olmayan diğer insanlar kimi hayatımızı sürdürsək, onda insanlar elə başa düşəcək ki, o İslam dedikleri, o Kur'an-ı Kerim dedikleri, o Peygamber sallallahu aleyhi ve sellem'in sünneti dedikleri şey bundan ibarettir. Ve hiç kim, kardeşler, İslam'ı gedib kitaplardan, Kur'an-ı Kerim okuyarak, ya Resulullah sallallahu aleyhi ve sellem okuyarak öğrenmir. İlkin mərhələdə İslam'a dəvət eden şey, namaz kılan adlandırılan, Müslüman adlandırılan, məscidə gedib gəldiyi deyilən bazı insanların həyat tərzlərinə baxaraq, onların davranışlarına baxaraq, onların
insanlarla münasibətinə baxaraq İslam haqqında, müsəlmanlıq haqqında təsəvvür yaranır. Və xatırladım ki, bu dəqiqə dünyanın əhalisinə görə ən böyük sayılı ölkəsi olan İndoneziya, ora heç bir dəvətçi getməyib. Ora müsəlman olub, nəyin sayəsində? Oradan mal almağa gedən tacirlərin əxlaqı sayəsində. Ora mal almağa gedən tacirlər o qədər əxlaqlı davranıblar ki, yerli əhali onlar üçün olmaq istəyir. Onların belə olmaqlarının səbəblərini araşdırıblar və onlardan öyrəniblər ki, onların belə dürüst olmaqlarının, onların belə əxlaqlı olmalarının səbəbi sahib olduqları dindir. Ona görə o insanlar, halbuki çox uzaq bir yerdir. İslamın doğulduğu torpaqlardan İndoneziya çox uzaqdır. Gəmi ilə günlərlə getmən gərəkir, günlərlə yol qət eləmək lazımdır. Və ora gedən tacirlər bu işi o qədər gözəl yerinə yetiriblər ki, o insanlar bu torpaqlardan nə qədər uzaq olsalar belə, eyni ilə onların sahib olduqları kimi, onların yetişdikləri kimi insanlar olublar, yetişiblər və bu dəqiqə 250 milyon müsəlman nüfusu ilə dünyanın ən çox sayına sahib olan müsəlman ölkəsidir, Indoneziya. Ona görə qardaşlar, bizim üzərimizdə böyük vəzifə düşür. İstər ailə həyatında, istər yaşadığımız məhəllədə. Allah Resulü s.ə.v bilirsiniz qardaşlar, birdən çox evlənir. Bu Allahın hikməti ilədir. Allah subhanətənin əmri ilədir. Və o qadınların heç biri Allah Resulündən bir mənfi şey rəvayət eləməkdir. Bir mənfi şey deməyiblər. Və inanın ki, qadınlar danışırlar qardaşlar. Evdə olanlardan danışırlar, ətrafdaşlara. Əgər sən evdə mənfi bir şey eləmirsənsə, onu ətrafdaşlara danışırlar. Ona görə də istər evimizdə uşaqlarımızla davranarkən, ailəmizlə davranarkən ki, burada müsəlmançılıq həqiqətən üzə çıxır. Çünki başqalarına qarşı özü gizlədə bilərsən, maskalana bilərsən. Amma ailəndə maskalanmağa, gizlənməyə imkan olmur. Əgər sən həqiqətən səmimi möminsənsə, həqiqətən əsl müsəlmansansa, o zaman ailən də bundan təsirlənir, ailən də bunu baxır və onların davranışlarına yansıyır. Və onlar da, ətrafdaşlar da onlara baxırlar, onlara ibrət götürürlər. Əgər yerində deyilsə, bu təzahür edir, ortaya çıxır. Ki, Allah Resulü s.ə.v bir hədisində buyurur ki, sizin ən xeyriniz ailəsinə qarşı xeyirli olandır. Və mən sizin ən xeyrinizəm ailəsinə qarşı. Yəni, insan, müsəlman olduğu yerdə, ailəsində, yaşadığı çevrədə, qohumları arasında, dediyim kimi olarsa, əsl sahib olduğu dinə uyğun yaşayarsa ki, Allah subhanətə Hud surəsində nə buyurmuşdu Allah Rasuluna? Buyurmuşdu ki, fəstəqim kəmə ümirt. Əmr olunduğun kimi dost doğru ol. Allah sənə nə tər əmr edib, dost doğru ol, o cür. Əgər biz də Allah Rasulunu örnək alarsaq ki, Allah subhanətə bizə əmri belədir. Allah subhanətə kitabında buyurur ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولُ اللّٰهِ اُسْوَةٌ حَسَنَةٌ. Sizin üçün Allah Rasuluna ən gözəl nümunə var. Əgər biz onu özümüzə örnək götürsək, onun ailədəki davranışlarını, qohumlarına qarşı davranışlarını, uşaqlara qarşı olan davranışlarını, böyüklərinə qarşı olan davranışlarını örnək götürsək, o zaman bizim həqiqi müsəlman olduğumuzu hər kəs anlayar və biz heç bir kəlmədə işlətmədən yanımızdakı qonşunun, iş yerimizdəki iş yoldaşımızın sabahsı gülməsində gəldiyini görərik. Görərik ki, o da bizimlə bir səhvdədir. Halbuki biz ona bir kəlmə söz deməmişik. Amerikada bir cavan oğlan, müsəlman oğlan işdən sonra müəyyən saatlarda böyük alış-veriş mərkəzlərinin yuxarıya çıxan nərdivanların aşağısında, o pilləkənlərin aşağısında durur və yaşlı insanların sumkalarını yuxarıya daşıyır.
Bunu gören bir insanlar soruşurlar ki, bunu sana vadar edən nədir? Niye sen özü belə əziyyət verirsən? O deyir ki, mənim dinim bunu əmr edir. Mənim dinim əmr edir ki, böyüklərinə hörmət etməyən, yaşlarına hörmət eləməyən, kiçiklərinə qayğı göstərməyən məndən deyildir. Mənim Peyğəmbərim belə buyurur. Mənim dinim belə buyurub, ona görə mən bunları edirəm. Və onun timsalında biz hal-hazırda məscidə gedən insanlar olaraq, İslamı bilən insanlar olaraq, Quran-ı Kərim oxuyan insanlar olaraq başqalarından qat və qat artıq bu məsuliyyəti hiss eləməliyik. Bunu yerinə yetirməliyik, bunu fərqində olmalıyıq. Biz, sən, mən sadə, sıradan bir insanlar deyil. Biz insanların nəzər nöqtəsində olan insanlar. Ona görə də, buna görə davranmalıyıq qardaşlar. Buna görə sözlərimizi seçməliyik. Buna görə zarafatlarımızı seçməliyik. Nə zarafat elədiyimizi bilməliyik. Diğer insanlar kimi bel altı zarafatlar eləməməliyik. Diğer insanlar kimi çığıra-çığıra danışmamalıyıq. Diğer insanlar dediğim, yani müəyyən səbəblərə görə Allah Subhanahu Taala'nın dinindən, Allah Subhanahu Taala'nın kitabından, Peyğəmbərin yolundan müəyyən səbəblərə görə uzaq qalmış insanlardır. Əslində onların uzaq qalmaqlarının bir günahı da bizdədir. Eğer biz sahip olduğumuz bu dini en güzel şekilde temsil etseydik, belki de yaşadığımız yerde farklı insanlar olmazdı. Dindən uzaq olan insanlar olmazdı. İslam yaşamayan insanlar olmazdı. Günah bizdədir. Çünkü biz bazen dünya malına aldanaraq, bazen təkəbbürümüzə yenilərək, bazen qəflətə düşərək elə davranışlar edirik, elə sözlər sərf edirik, elə danışıqlara ortaq oluruq ki, o insanlar da namaz qılan belə mi olur? Namaz qılan belə mi şeyler eləyər deyərək bu dindən uzaqlaşırlar. Burada namazın da dəyəri düşür, burada dinin de dəyəri düşür. Ki Rabbimiz öz kitabında Maun surəsində nə buyurmuşdu? Veylül lil musallin. Vay o namaz qılanların halına. Əlləzinəhum an salatihim sahun. Ki onlar qıldıqları namazdan bir xəbərlər. Halbuki Rabbimiz Ənkəbut surəsinin 45-ci ayəsində buyurmuşdu ki, İnne salate tenha anil fahşai vel munkar. Namaz o şeydir ki, insanı pis işdən və hayasızlıqdan çəkindirər. Məryəm surəsində Rabbimiz ibadet edən, Allah Subhanahu yaxın olan bir zümrədən bəhs etdikdən sonra onlardan sonra gelen bir nesilden danışır. Deyir ki, onlardan sonra bir nesil geldi ki, onlar şəhvətlərdən uydular və namazı zay elədilər. Eğer kimsə namazını zay eləyərsə, qıldığı namazın haqqını verməzsə, namazda olduğu kimi namazdan sonra da davranmazsa, onda diğer insanları qınamağın yeri yoktur. Çünkü biz namaz qıla-qıla, ibadət eləyə-eləyə, Allah Subhanahu kitabından xəbərdar ola-ola belə eləyiriksə, diğer insanların başka cür davranışlar göstermesi gözləniləndir, qaçınılmazdır. Allah Subhanahu Taala hamımızı tuttuğumuz yoldan, gittiğimiz yoldan, okuduğumuz dini kəlamlardan, müqəddəs kitabdan, Allah Subhanahu Taala'nın kitabından, Allah Rasulunun hədislərindən ibrət almağa müvəffəq olan qullarına eləsin. Allah Subhanahu Taala bizim qəlblərimizi birləşdirsin. Allah Subhanahu Taala bizə onu zikr etməkdə, onu yada salmaqda, ona en güzel şekilde ibadet etməkdə bizə yardım eləsin. Çünkü Allah'ın Peyğəmbəri Davud Aleyhisselam dua edip deyərdi ki, Ya Rabbi, səni zikr etməkdə, səni en güzel şekilde ibadet etməkdə mənə yardım et. Çünkü Allah Subhanahu Taala'nın yardımı olmadan hakkıyla bu işi yerine getirmemiz mümkün değil. Allah Subhanahu Taala'nın yardımıyla biz bu işe müvəffəq oluruq və
bu dinimizin bizdən istədiklərini layiqilə yerinə yetirin. Allah Subhanahu taala qardaşımızla xoşbəxt eləsin. Allah Subhanahu taala onun bu nikahını bizdən əvvəl salih şəkildə yaşamış və salih şəkildə dünyadan köçmüş insanların nikahı kimi eləsin. Çünki ən gözəl nümunə bilirsiniz, Allah Rasulü ilə Həzrəti Xədicənin misalıdır ki, ən gözəl evlilik timsalı onlardadır. Allah Rasulü bilirsiniz, bir vəh gəldikdən sonra, ilk ayələr gəldikdən sonra bir sürə vəh kəsildi. 3 ay kimi bir vəh gəlmədi. Hətta Allah Rasulü s.ə.v elə zənn elədi ki, Allah s.ə.v onu artıq bu vəzifədən azad etdi. Artıq onu Peyğəmbər olaraq istəmir. Ona görə çox sıxıntı içindeydi. Hətta deyir ki, istəyirdim özümü bir qayadan atam. Özümə intihar eləyəm deyə düşünürdüm. Bu anlarda ən böyük dəstəsi kim idi? Həyat yoldaş Xədicə. Dedi ki, ey Muhammed, heç vaxt Rabbin səni tərk etməz. Çünki sən yaxşı insansan. Sən yetimlərə əl tutur, yetimlərə qayğı göstərir, acları doyurursan. Sən qonşularınla yaxşı keçinirsən. Sən insanlara qarşı dürüstsən. Rabbin səni tərk etməz. Və bundan sonra bilirsiniz hansı surə gəldi qardaşlar? Duha surəsi. Və duha. Duha vaxtı and olsun. Rabbin səni tərk etmədi və unutmadı. Və o sənə ən xeyirli olanı nəsib eləyəcək və sən də razı qalacaqsan bu. Ondan sonra Rabbimiz dedi ki, məyər Rabbin səni yetim uşaq ikən tapıb səni müdafiə eləmədi mi? Rabbin səni heç bir şey bilməzkən, dalalətdəykən alıb hidayət edilmədi mi? Məyər Rabbin səni fəqir ikən zəngin etmədi mi? Elə isə ey Muhammed, sən də heç kimin qəlbinə dəymə, heç kimi incitmə və bir ehtiyacı olur gördüyün zaman neynə onlara qayğı göstər, yetimə qayğı göstər və Allahın nimətini hər zaman xatırla. Allah Subhanahu taala bizi eşidib faydalanlardan eləsin. Allah Subhanahu taala bizə ən gözəl şəkildə yaşamağı, daha doğrusu müsəlman kimi yaşamağı, müsəlman kimi ölməyi nəsib eləsin. Bu Rabbimizin əmridir. Rabbimiz nə buyurdu? Ya eyyuhellezine amanu ittaqullah haqqa tuqatihi və la tamutunna illa və antum muslimun. Ey iman edənlər, Allahdan ona yaraşır şəkildə qorxun və yalnız müsəlmanlar olaraq can verin. Allah Subhanahu taala hamımızı qorusun, hamımızı qorusun. Allah Subhanahu taala qəlblərimizi bir-birinə yaxınlaşdırsın, bizi xeyirlərə müvəffəq etsin. Allah Subhanahu taala qardaşımıza xoşbəxt eləsin. Burada bir kəlməni deməyi özümə borc bilirəm. Bəzi qardaşlarımız var, bu işin təşkil olunmasında ürəkdən, canı başdan iştirak edirlər. Başda Günyaz qardaşım olmaqla bu işin meydana gəlməsində, bu qardaşımızın məclisinin təşkil olmasında əməyə keçən kim varsa, ən az duası ilə dəstək olan kim varsa, Allah Subhanahu taala hamısından razı olsun. Esselamu Aleyküm və Rahmetullahi və Berekatuhu. Allah Subhanahu taala xoşbəxt eləsin. Allah taala salim ailələrdən eləsin. Allah Subhanahu taala xeyirli övlad nəsib eləsin. Vallahi adama o qədər sevinir ki, belə toylarda iştirak edir. Adamın həqiqətən ürəyincədir. Allah Abdülvahid qardaşına razı olsun. Allah elminə, elminə bərəkət